Salam dostum, bu videoda mən sənə VLS Finance haqqında məlumat vermək istəyirəm. Video ola bilsin ki, çox uzun oldu. Məsləhət görərdim ki, videoya tam dəqiq baxasan ki, daha sonra səndə suallar və yaxud çətinliklər yaranmasın. Mən maksimal şəkildə bacardığım qədər sənə məlumat verirəm ki, bu botdan necə istifadə etmək olar, burada necə hansısa bir əməliyyatları etmək olar. Ona görə də videoya çox diqqətli baxmağı səndən xahiş edirəm ki, məlumatı daha dəqiq götürə biləsən. Salam mərkəz dostlar, bugünkü videomda mən sizi VLS Finance haqqında məlumat vermək istəyirəm, bu platformanı tanış eləmək istəyirəm. Videoya başlamamışdan qabaq xatırlatmaq istəyirəm ki, mənim hazırladığım bütün video materiallar informativ xarakter daşıyır və heç bir halda sizə yatırım məsləhəti vermir. İndi isə gəlin baxaq bu platforma bizə hansı imkanlar verir. Bu platforma belə deyək də, qısaca və aydın dildə desək, botlar vasitəsilə bizə trading eləmək imkanı verir. Məsələn, əgər sən trade yaxşı bacarmırsansa və yaxud buna səbrin və yaxud vaxtın yoxdursa, sən bot quraşdıra bilərsən. Hansı bot ki, sənin yer və sənin məsələn istifadə elədiyin birjada, məsələn Binance olsun, hansısa bir OKX olsun, Bybit olsun, orada avtomatik trade eləyəcək. Burada hansısa bir təhlükə yoxdur, çünki sənin balansın sənin birja hesabında olur. Bu platforma sadəcə olaraq API açarla qoşulur və API açar vasitəsilə də sən bu platformanı öz Binance və yaxud hansısa bir digər birja hesaba qoşursan və artıq həm DCI botlar, həm grid botlar var burada, hansılar ki, sənin üçün məsəl üçün ola bilər ki, hər gün tutaq ki, $5 Bitcoin alsın və yaxud Bitcoin üzərindən sənin üçün trade eləsin hər gün hansısa müəyyən bir yerlərdə. Burada təbii ki, hazır ssenarilər də var və yaxud siz özünüz də ssenari qura bilərsiniz. Yəni burada ümumiyyətlə variantlar çoxdur və gördüyünüz kimi göstərir ki, sən sadəcə olaraq birja hesabı qoşursan, burada heç bir təhlükə yoxdur. Zaten API açarı özün yaradırsan və yaradanda yalnız tradingə icazə verirsən və təbii ki, bu birja sənin balansından heç nə çəkə bilməz. Yalnız trade eləyə bilər sənin hesabında. Sən hətta özün də seçə bilərsən spotda və yaxud futuresda və yaxud da trade eləyə bilirsən. Burada gördüyünüz kimi birjalar çoxdur. Burada üçün göstərir. Həmçinin strategiyanı yaratmaq imkanları verir sənə. Yəni tam olaraq özün hər bir şeyi özün əlinlə düzəldirsən. Hər bir nöqtəsi, detalı var ki, sən artıq strategiyanı qurub, o strategiyanın botu istifadəyə verə bilərsən ki, bot gün ərzində trade eləsin. Test eləyə bilərsən, əgər sənin qurduğun strategiya daha öncə gəlir gətirə bilərdimi, yəni keçmişə qaydanda gəlir gətirə bilərdimi, bu haqda da burada var. Həmçinin optimizasiya, yəni botu qoşmaq və botu kontrol eləmək. Həmçinin də Telegrama da zaten məlumat gəlir. Burada təbii ki, digər məlumatlara da baxa bilərik. Ümumiyyətcə, bir çox blogerlər də artıq bu platforma haqqında məlumatlar verir. Mənim tanıdığım məsələn Raman. Həmçinin bu platformalar haqqında rus daha doğrusu və platforma haqqında məlumatlar paylaşırlar. Və dedim ki, qoy mənim də kanalımda olsun. Mənim hal-hazırda artıq şəxsi hesabım var. Mən hesabıma Binance hesabımı qoşmuşam. Xatırladıram ki, baxın, burada bonus proqramı da var. Əgər siz mənim linkimdə, yəni videodan altındakı linkdən istifadə etsəz, girsəz, burada İspitaniya, yəni İspitaniya bölümündə siz müəyyən tapşırıqlar yerinə yetirib müəyyən qədər bonuslar qazana bilərsiniz ki, bu bonuslar da gələcəkdə botun hansısa bir funksiyalarını, yəni pullu funksiyaları almaq üçün istifadə edə bilərsiniz. Bot hal-hazırda yəni pulsuz işləyir. Siz pulsuz bot istifadə edə bilərsiniz. Hansı yatırım etmək lazım deyil. Hesabınızı qoşursunuz və başlayırsınız istifadə etməyə. Burada hesab qoşmaq üçün baxın API ключ deyilən bir yer var, API açarlar yeri var. İndi burada ingilis dili var, bir də rus dili var. İngilis dilində də istifadə edə bilərik. Gəlin ingilis dili ki, daha rahat olsun. Bir çox insan rus dili biraz qəliz gəldi ona. API açar, baxın API case var burada. Add API case eləyib istənilən birjanı, hansı birjanı istəyirsənsə o birjanı qoşa bilərsən və hansı birjada balansın varsa o birjanı qoşa bilərsən. Mən hazırda spot artıq görürsünüz Binance spotumu qoşmuşam. Burada var fast connection, tez bazar, var manual. Manual connection yaxşı tərəfi odur ki, sən özün seçirsən, məsələn Binance Spot, açarı özün yaradıb, açarı bura daxil eləyirsən və artıq sənin spot hesabın bura qoşulmuş olur trade üçün. Təbii ki, sən icazələr verəndə zaten, API açarı icazə verəndə zaten bir çox adam deyə bilər, API açarı kiməsə versə balansımızı çəkə bilər. Xeyr, əgər sən icazələrdə həmin API açara yalnız trading icazəsi verirsən, yalnız yəni sənin hesabından yalnız trade eləyə bilər icazəsi verirsənsə, sənin balansına heç nə gedə bilməz. Burada bots bölümündə biz hazır botlar görə bilərik. Görürsünüz for beginner, yəni yeni insanlar üçün. Burada var futures botlar. Mən hal-hazırda spot hesabı qoşduğuma görə, spot akkauntumu qoşduğuma görə spot bota baxıram. Burada gördüyünüz kimi Bitcoin spot botu var. Bilmirəm, yəqin ki, burada mənim depozitim bəs eləməcək $250 yaxın balans olmalıdır. Bu botdan istifadə eləmək üçün məndə hal-hazırda $195 balansdır. Özüm də təbii ki, bu botu redaktə eləyə bilərəm, edit eləyə bilərəm. Tam olaraq yəni öz balansıma uyğun eləyə bilərəm. Advanced setting baxın vurduq. Bax burada biz məsəl üçün $195 daxil elədikdən sonra, yəni balansımızın hamısını istifadə eləyə bilər seçdikdən sonra Bitcoin USDT üzrə gedir.
Burada təbii ki, baxın, variantlar hazır verir. Burada təbii ki, siz hər bir şeyi detal olaraq, xırdalığına gedərək, yəni hətta ChatGPT vasitəsilə məsləhətləşərək də baxın bu seçənəkləri özünüz seçə bilərsiniz. Mən hazır modest seçirəm, yəni orta bir şey seçirəm və həmçinin burada bizdə siqnalla trade var. Yəni artıq belə deyək də bot özü avtomatik siqnallarla trade eləyəcək. Siz artıq heç bir şey daxil eləmisiniz və yaxud siz özünüz simple daxil eləyib seçə bilərsiniz ki, neçə faizdən bir qiymət dəyişikliyində bot belə deyək də alış eləsin. Həmçinin neçə alışla, məsəl üçün 10 dənə alış hansı məsafədə qoya bilərsiniz və burada da 0,1 qoysanız ki, yəni az komissiya itkisi ilə alış baş versin. Və bunları biz artıq qoyduqdan sonra görürsüz, bizdə artıq setka hazırlandı. Bir növ belə deyək də bizə göstərir ki, harda nələr baş verəcək. Göstərir ki, bax burada 28.000 satoshi, 29.000 satoshi, 31.000 satoshi alacaq göstərir. Və təbii ki, biz qoysaq məsələn burada daha böyük faizlər arasında qoysaq ki, yəni 5% düşməklə, yəni Bitcoin 5% düşəndə alış elə, 1% yox. Bax, göstərir ki, 5% düşə-düşə getsə, səndə 10 alış, yəni 10 dənə alış harda baş verəcək. Mən 5% düşməyinə biraz şübhə ilə yanaşıram. Ona görə də 2% düşməklə yerləşdirirəm. 2% düşməklə almaq məsələsinə yerləşdirirəm ki, 2% düşməklə alsın. Bəli, artıq setkamız düzəldi. Hal-hazırda biz Bitcoinin tarixi qiymətinə baxsaq, görürük ki, yəni bu zamanlarda baş verib. Yəni qısa zamanlarda baxın bu 1-2 gün ərzində, yəni bu diapazonlara gəliş olub. Və təbii ki, mən artıq botum hazırdır demək olar ki, və artıq burada hansısa bir əlləşmək lazım deyil. Take profit var. Take profit'i siqnalla da qoya bilərsiniz, özü götürsün. Simple da qoya bilərsiniz ki, profit harda? Məsəl üçün neçə faiz gəlir? Biz 2% Bitcoinin qiymətinə 1% gəlirlə qoyaq ki, take profit eləsin. Stop loss qoya bilərik ki, nə qədər biz itki eləsək bizə stop loss eləsin. Həmçinin stop lossu da qoyuram 1.25% və Bitcoin 62.000-ə düşəndə biz $4.26 itki ilə pozisiyadan çıxacağıq. Yəni hətta bu bizdə spot pozisiya sayılır. Hal-hazırda Bitcoinin qiyməti aşağıda və spotda trade eləmək mənə gəlir ki, çox da böyük bir risk daşımır, amma yenə də bazar həmişə risklidir. Bizdə burada var test, yəni baxa bilərik. Baxın, gəlin test eləyək. Mən burada məsəl üçün seçirəm ki, test eləyək və bilmək istəyirəm ki, görək son 6 ayda, baxın 16 mont, son 6 ayda mənim strategiyam mənə gəlir gətirə bilərmi, nə gətirə bilər, nə gətirməyə bilər. Təsdiq edirəm və biz indi hal-hazırda bax belə bir pəncərəyə getdik. Bu pəncərədə hal-hazırda hesablanma gedir. Göstərir ki, son 6 ayda bizim bu bot işləsə, hansı əməliyyatlar eləyər? Burada görürsüz, baxın, burada göstərir bizdə hansı əməliyyatlar eləyər. Biz üçün alış əməliyyatları, satış əməliyyatları eləyib hansı profiti gətirə bilər. Gördüyünüz kimi, baxın, bizdə burada göstərir ki, hansı profit biz əldə edə bilərik, hansı stop loss ola bilər. Düzdür, bu belə deyək də diz üstündə düzəlinmiş bir belə deyək də mənim strategiyam olduğuna görə burada mənfiyə getmək normaldır. Çünki yenə də deyirəm, biz sadəcə olaraq baxın, dizüstü bir strategiya qurmuşuq Bitcoin üzərində və Bitcoin 6 ay bundan qabaq birisi daha yuxarı qiymətlərdə idi. Yəni ona görə də bu strategiyanın gəlir gətirmə şansı biraz azdır. Və biz yenə də qayıdıb edit eləyib yenə də hansısa bir dəyişikliklər eləyə bilərik, hansısa bir editlər eləyə bilərik. Çünki burada bilirsinizmi, hər biri haqqında mən tam olaraq ətraflı video çəkə bilmirəm. Çünki video çox uzanacaq həddindən artıq. Amma burada biz hal-hazırda, yəni əsas məqamları göstərdim ki, əsas məqamlar hansılardır ki, hardan ki qoşmaq olar. Gəlin profit eləyək 2% yox, daha doğrusu yox, üzr istəyirəm. 1% Bitcoinin qiyməti 2% dəyişməklə bizdə trading baş versin. Profit bizdə olsun 1% yox, 5% və biz test eləməyək, artıq test eləyib. Biz test elədikcə bizim belə deyək də kreditlərimiz var, onlar bitirlər. Ona görə test eləmirik. Create bot eləyirəm, promoy run eləyirəm və botu run etdikdən sonra baxın, gördüyünüz kimi bizim spot botumuz artıq baxın, await signal gözləyir və işləyəcək və işlədikcə də bizə məlumatlar verəcək ki, nə baş verir, nə baş vermir. Həmçinin dostlar, mən daha öncə dediyimdə sizə bir müddət qoşmuşdum. Burada gördüyünüz kimi mənim artıq tradingim var. Müəyyən qədər tradinglə XSPL üzrə trade eləyib. Baxın, görürsünüz, tradelər eləyib. Yəni bot özü trade eləyir hər şeyi. Mən artıq baxmıram ora. Düzdür, bazarın gedişatından asılı olaraq sən mənfiyə də trade gedə bilər, müsbətə də trade gedə bilər. Yəni bu biraz tam olaraq sən burada milyon faiz, yəni ancaq qazancda olacaqsan deyiləsi bir şey yoxdur burada.
Həmçinin siz Telegram hesabınızı da qoşa bilərsiniz, Telegram qoşa bilərsiniz bot vasitəsilə və hər bir alış-satış haqqında sizə məlumat gəlsin. Və dostlar, həmçinin baxın mən burada göstərirəm sizə. Mən daha öncə artıq baxın burada mənə hər dəfə Telegrama gəlirdi, nələr baş verirdi, bot nə alırdı, nə satırdı, hər bir şeyi burada göstərirdi. Düzdür, ilk növbədə, yəni ilk başda belə botlardan istifadə edən adama məsləhət görməzdim ki, əllə özü bot yığsın. İlk növbədə sən tutaq ki, burada gördüyün botlardan istifadə edə bilərsən. Bu botlardan istifadə eləyib tam olaraq məsələni başa düşmək üçün. Daha sonra artıq istəsən artıq özün öz botu yığa bilərsən. Mütləq şəkildə balans olmalıdır. Yəni 150-200 dollar balansın olmalıdır birja hesabında. Məndə Binance hesabı. Bu balans burada deyil. Yəni bu sayta yatırım eləmək lazım deyil. Burada heç bir yatırım yoxdur. Bu balansın mənim Binance hesabımdakı balansdır. Hansın ki bot indi başlayacaq istifadə eləməyə və istifadə eləyib, trade eləyib hansısa müəyyən bir qazanc və yaxud ola bilər ki, mənfiyə də gedə bilər, ola bilər qazanc da gedə bilər. Baxın, burada həmçinin də biz backtestlərdə baxa bilərik ki, ümumiyyətcə də, yəni süni intellektlərin tradelərində baxa bilərik ki, süni intellektlə yığılmışda, yəni məsləhət görmüş. Yəni məsəl üçün Link coin haqqında, Link coinində məsəl üçün backtest yəni olunub və hansı qazanc əldə oluna bilər kimi baxın burada bütün məlumatlar var. Yəni ilk növbədə gərək daha çox məlumat toplayasan. Çünki yəni deyirəm, belə məsəl üçün mən indi burada sadəcə olaraq göstərmək üçün bunu qoşdum. Bu o demək deyil ki, mən artıq bunu professionalcasına artıq qoşmuşam ki və trade eləsin. Burada təbii ki, bax istənilən vaxt pauza da vermək olar. Pauz verib məsəl üçün dayandırmaq olar. Həmçinin istəsəz dəyişikliklər də eləyə bilərsiniz. Hansısa botda dəyişikliklər də eləyə bilərsiniz. Dəyişdirib nəyisə başqa bir istiqamətə çevirə bilərsiniz və yaxud təzədən start da verib işə qoya bilərsiniz bunu. Həmçində Telegramımızı qoşub, təbii ki, həmçində bütün orderlər haqqında da məlumat toplamağı məsləhət görürəm. Burada həmçində baxın, deyir ki, əgər bu strategiyalardan hansını istifadə etmək istəyirsən, məsəl üçün bax var flexible bot var, hansı ki deyir ki, balansında yəni 150 dollar USDT olsa və 150 dollar da rezerv USDT olsa, yəni bu strategiyanı istifadə edə bilərsən. Aşağı X-lərdir, yəni long 2X, long 1X, long 2X görürsünüz, çox aşağı, yəni az riskli strategiyalardır, hansılardan ki istifadə eləyib ilk başda bəlkə də hansısa qazanc əldə etmək olar, amma yəni də bütün hallarda heç bir halda hansısa bir sistemdə qarantili qazanc olmur. Sən sadəcə olaraq bir şeyi test edirsən və öz giriş nöqtəvi, öz düzgün istiqaməti tapırsan və o üzərində trade eləyirsən. Belə dostlar, videonu çox uzatmaq istəmirəm. Videonun altında bütün lazımi linklər var, istifadə edib qoşulub. Siz də bu Veles botu öz sistemimizə qoşub işə sala bilərsiniz. Bu hal-hazırda yəni əl çatan bir işlərdən biri də. Əgər siz tradingi yaxşı bacarmırsınızsa, təbii ki, qoy sizin yerinizə süni intellekt botları trade eləsin və baxın görək nəticə nə alınacaq. Belə dostlar, sağ olun, gəlin görüşərik.